İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il üzrə hesabatına görə, dünyada doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması əmək qabiliyyətli əhalinin payını kəskin azaldır. Bu fonda əksər ölkələrdə pensiya yaşının artırılması məsələsi ciddi müzakirə edilir. Azərbaycanda pensiya yaşının artması mümkündürmü? Qlobal İnfaza danışan iqtisadçı Pərviz Heydarov deyib ki, əhalinin yaşlı təbəqəsinin sayca artması, orta və gənc yaş qruplarının isə azalması ciddi risklər yaradır. Stat: Azərbaycanda pensiya sığorta sistemi nisbətən yeni mərhələdədir. Xüsusilə 2019-cu ildən sonra bu sahədə geniş miqyaslı islahatlar həyata keçirilib. Məhz bunun nəticəsi olaraq son 6 il ərzində pensiyaların minimum məbləği 320 manata çatdırılıb. Orta pensiya məbləği isə əhəmiyyətli dərəcədə artıb. Lakin yaşlı əhali təbəqəsinin sayının artması Azərbaycanın pensiya sistemi üçün də uzun müddətli risklər yaradır. Bu baxımdan çıxış yolu ya pensiya yaşının mərhələli şəkildə artırılmasında, ya da pensiya sığorta sisteminin elə təkmilləşdirilməsində görülür. Yalnız bu hallarda dövlət büdcəsinin üzərinə düşən yük minimuma endirilə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.